Bəli, bəli, İshak həkim sap idi. İshak həkim gəlsin məndən üzbəyiz qalsın, mənə cavab versin. Səhərdən burada İshak həkim görsənmir gözə, gəlsin mənə cavab versin. Mənim ailəmi öldürüb, mənim ailə başçımı öldürüb, İshak gəlsin cavab versin mənə. Lənkəranda 60 yaşlı kişi əməliyyatdan sonra ölüb. Belə ki, oktyabrın 28-də Lənkəran rayon mərkəzi xəstəxanasına yırtıq səbəbləri ilə daxil olan Lənkəran şəhər sakini 60 yaşlı Siyavuş Rzayev əməliyyata götürülüb. Yoldaşı Azadə Rzayeva deyir ki, elə həmən gün əməliyyatı doktor İshak aparıb. Əməliyyatdan sonra Siyavuş Rzayev özünü pis hiss edib. Mən ayın 28-i onu gətirdik xəstəxanaya. İshak həkim çıxdı bizim qabağımızda, o həmin gecə ismində olan İshak həkim idi. İshak həkim bizi çağırdı, bunu saldı, dedim, bunu xəstəni gətirmiş ki, saldı onu aparata. Bir də ürək kardioqrammasını elədi, nə qol çəkdirdi, nə bir şey, promoy bunu təcili saldı əməliyyata. Əməliyyatda bunu bağırsağı zədə alıb, indi də ikinci dəfə əməliyyat olundu, indi reanimasiya da buradadır, morqdadır. İkinci dəfə nədən əməliyyat oldu? İkinci dəfə içərisində bağırsaq partlamışdı, ikinci dəfə əməliyyat oldu. Bağırsaq deşiyi. İshak həkim sap idi. İshak həkim gəlsin məndən üzbəyiz qalsın, mənə cavab versin. Səhərdən burada İshak həkim görsənmir gözə, gəlsin mənə cavab versin. Mənim ailəmi öldürüb, mənim ailə başçımı öldürüb, İshak gəlsin cavab versin mənə. Gəlmir, İshak həkim yoxdur. Ümumiyyətlə bu birinci dəfə nədən əməliyyat olunmuşdu? Qrıja ilə gəldi, bura, bağırsağın deşib. Bağırsaq, bəli, nac qarnına tökülüb də, onun bir yoğun bağırsaq tökülüb, onun qarnına verdi zəhərləmanı. Büyünək sarımsağı tapışırdı. Onun birinci əməliyyatından sonra yəni bu alıb işləşdi. Ondan İshak həkimlə danışdınız, soruşdunuz ki, bu nədir, bu barədə nəsə danışdınız onunla? O burada yox idi. O bunu əməliyyat elədi, atdı getdi, toya getmişdi, hara getmişdi. 3 günüdür, 4 günüdür, İshak həkim burada yoxdur. Bunun əməliyyatından sonra İshak həkim yoxdur burada. Biziz burada. Burada sağ olsunlar, bu mərkəzi xəstəxanada 2-3 dənə həkimlər var. Sağ olsunlar, onlar kömək eləyiblər. İshak həkim burada yoxdur, İshak həkim yox idi. Əməliyyatı elədi, getdi. Yox idi, o yox idi, burada yox idi. Siyavuş Rzayevin meyiti daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlar arası zona mərkəzinə təhvil verilib. 29 oktyabr 2025-ci il tarixində saat 02:15 radələrində qarında kəskin ağrı, şişkinlik, ürək bulanma, qusma əlamətləri ilə 1965-ci il təvəllüdlü şəxs Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Ona sol tərəfli boğulmuş iri həcmli qasıq yırtığı diaqnozu təyin edilib. Müvafiq tibbi müayinələrdən keçdikdən sonra təcili qaydada hospitalizasiya olunaraq əməliyyat blokuna alınıb. Cərrahi müdaxilədən sonra pasiyentin vəziyyəti əməliyyata adekvat qiymətləndirilmişdir və müsbət dinamika müşahidə edilmişdir. Lakin 01 noyabr 2025-ci il tarixində xəstənin vəziyyəti qəfildən pisləşdiyi üçün yenidən cərrahi əməliyyata alınmış və xəstəyə sol tərəfli hemikolektomiya, stomanın qoyulması proseduru icra olunmuşdur. Əməliyyatdan sonra reanimasiya şöbəsinə köçürülən pasiyentin aparılan bütün reanimasyon tədbirləri və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 04 noyabr 2025-ci il tarixində saat 07:30 radələrində bioloji ölüm faktı qeydə alınmışdır. Meyit məhkəmə tibbi ekspertizası aparılması üçün müvafiq qaydada aidiyyəti üzrə təhvil verilmişdir. Ölümün dəqiq səbəbi tibbi ekspertizanın verdiyi rəydən sonra bilinəcək. Qeyd edək ki, dünyasını dəyişən Siyavuş Rzayev taksi fəaliyyəti ilə məşğul olub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.